Maşında oturmuşkən yadıma düşdü və istəyirəm sizə də deyim, bu kimlərə aiddir? Maşın sürən qızlara aiddir. Deməli, mən bununla uzun müddətdir ki, əziyyət çəkirəm, çıxış yolu tapa bilmirəm və nəhayət ki, tapdım. İnanırsınız, mən dünən o barədə biləndə mən sadəcə şoka düşdüm. Həmən dəqiqə düşdüm aşağı, maşına mindim və yoxladım ki, məndə var belə bir şey yoxsa yox və var. Ən sadə maşınlarda da belə şeylər var. Deməli, söhbət nədən gedir? Baxın, bu remendən. Bu remeni mən deməli taxıram və o məndə boğaz tərəfdə başlayır cızmağa. Elə pis incidir ki, kəsir, əməlli başda mənim boğazımı kəsir bu remen. Və hər dəfə, hər dəqiqə düzəldirəm, onu aşağı eləyirəm, o təzədən yuxarı qalxır və mənim boğaz tərəfimi cırır. Kəsir daha doğrusu. Maşından düşənə qədər mənim boğazım bütün belə qırmızı xət-xət olur da. Çünki nə qədər bunu düzəltmək olar? Nəhayət ki, mən çarə tapdım. Bir videoda gördüm ki, sən demə bu belə bir şey var. Bunu belə biraz aşağı çəkirsən və bu remen bizim boğazımızı kəsmir. O düşür çiyin tərəfə və elə orada da durur. Mən heç ağlıma belə gəlməzdi ki, bu qalxır düşür də belə bir şey. Və gəlib bunu yoxlayanda şoka düşdüm də, dedim, ayda, necə bunu bilməmək olar? Və nəhayət ki, bildim. Yaxşı ki, o video mənim qabağıma çıxdı və dedim, mütləq sizinlə də bölüşüm. Çünki biz xanımlar belə şeylərə fikir vermirik də, yəni araşdırmırıq. Bizim üçün əsas nədir ki, özümüzə qulluq eləyək, evimizə baxaq, uşaqlara tərbiyə verək, yemək vaxtında olsun, ev təmizliyi vaxtında olsun. Yəni maşına aid olan nə varsa, biz o qədər də maraqlanmırıq. Amma bu videoya baxanda və çox sevindim. Həqiqətən də çox sevindim, çünki mən bununla çox əziyyət çəkirdim. Sonra, yəni maşından düşəndən sonra yenə də bunu qaldırırsan yuxarı ki, bu remen təzədən yığılsın, getsin öz yerinə. Çünki bu aşağıda olanda bu remen belə sallaq qalır. O yuxarı qalxmır. Və bu remen təzədən geri qalxsın deyə o motorçik kimi var da içində, özü belə qalxır. Amma bunu aşağı salanda onda bu remen qalxmır. Maşından düşəndə yenə də bunu qaldırırsınız yuxarı. Əslində elə də çətin deyil bunu qaldırmaq. Sadəcə bir əllə çəkirəm, bir əllə də qaldırıram. Həm də əyri belə durmuşam. Heç rahat deyil, ona görə biraz güc verdim. Amma əslində bu güc vermək heç lazım deyil. Belə bir damcı yuxarı qaldırdım və o qalxır. Remen təzədən yığılır öz yerinə. Belə, nəysə. Yəqin ki, sizdə də belə bir şey var, amma kim ki bunu çoxdan bilirdi, həqiqətən də sizə halal olsun, sizə like. Mən əslində belə şeyi bilmirdim, indi bilirəm və hər dəfə maşına minəndə bilirəm ki, rahat gedəcəm, məni heç nə incitməyəcək, sıxmayacaq. Bunu aşağı eləyirəm və rahat gedirəm. Bu remen qalır məndə çiynində, yəni yuxarı boğaz tərəfə qalxmır. Belə qızlar, bu da məndən sizə lifehack olsun. Tvaroqlu blinçik burada özüm üçün hazırladım. Niyə özüm üçün? Çünki mənim uşaqlarım blinçikin içində tvaroq olanda belə načinkanı xoşlamırlar. İçi ətlə, ya nəsə belə göyərti ilə belə şeylər olanda yeyirlər, amma tvaroqla heç xoşlamırlar. Çünki ağzın dadını bilmirlər. Ən qəşəng dadlı içi tvaroqla olan načinkadır. Bilmirəm, mən də işə çox xoşlayıram. Nəysə, bunu indi bağlayacağım kulokla. Kuloku hazırladım. Üstünü bağlayayım, qoyum soyuducuya və özüm çay içəndə 1-2 dənə götürüb yağda qızardacağım hər iki tərəfdən və qəşəng çayla içəcəm. Burada biraz načinka qaldı. Əlbəttə ki, bunu biz atmırıq. Yenə də çay içəndə bu tvaroqu yox eləyəcəm onda. Belə, nəsə indi bunu bağlayayım və göndərim soyuducuya. Ну хорошо, тогда ты сама в руках держи книжку. Вот Мурат вышел. Murat, проверь ее, bala. Komodu sizinlə birlikdə gəlin səliqəyə salaq. Həmişə məndə burada belə vəziyyətdə olur. Əvvəllər hər şey uşaqların üstünə atırdım ki, onlar gəlirlər, dağıdırlar burada. Amma indi fikir verirəm ki, uşaqlar yox, özüm buranı dağıdıram. Niyə? Çünki misal üçün krem götürdüm, ya da ki, duxu işlətdim. Hamısını götürürəm, mənə nə lazımdırsa. Özümə qulluq eləyəndə nə lazımdırsa onları götürürəm və aparıram zala. Televizora baxa-baxa özümə qulluq eləyirəm və elə divanın üstündə ya da ki
jurnalni stolun üstündə saxlayıram və səhərsi günü evi səliqəyə salanda nələr ki, bu stoldan götürmüşəm, yəni bu komodun üstündən nəyi götürmüşəm, təzədən gətirirəm, öz yerinə belə səliqəli yox, necə gəldi belə tullayıram və deyirəm ki, sonra gəlib düzəldəcəm. Sonra isə unuduram və hər dəfə belə burdan nə isə götürəndə sonra təzədən səliqəli öz yerinə qoymuram. Yəni belə komodun üstünə belə atıram və yığışdırmıram və ona görə bunlar hamısı üst-üstə yığılır və axırda belə görüntü olur. Hər dəfə buranı göstərəndə qızlar yazırlar ki, hər şeyi burdan götür və hər şeyi şkafın içinə qoy. Əslində mən belə görüntü heç xoşlamıram. Elə biləcəm ki, mənim otağım kasıbdır, komodum pis görsənəcək. Hər şey üstündə olanda, mənə lazım olan şeylər hər bir şey üstündə olanda, mənim gözüm görəndə daha rahat oluram. Burada nə varsa, hər bir şey hamısını mən işlədirəm. Yəni burada belə bir şey yoxdur ki, mən onu işlətməyim, aylarla dursun komodun üzərində. Üzə qulluq da o qədər eləmirəm. Yəni məndə 1-2 dənə krem olar. Bəzi blogerlərə baxıram, üzünə krem sürtəndə 5 sloy eləyirlər, bəlkə də ondan da çox eləyirlər. Yox, məndə belə şey yoxdur. Mən bir dənə krem işlədirəm, bir dənə üz yuma gel işlədirəm. Yəni məndə hər bir şey bircə dənədir. Qutaranda gedib birini də alıram. Amma belə üst-üstə yığım, sıvıratkadır, nə bilim, geldir, filandır, fəsməkan yox. Məndə belə şeylər yoxdur. Həm vaxtım da yoxdur, həm də ki o qədər həvəsim yoxdur ki, 1000 dənə şey üzümə sürtüm. Bu arada yeni izləyicilərdən bir xahişim var. Kanalıma dəstək olmaq üçün abunə olun, rəy bölməsinə smaylik saxlamağa və like eləməyə unutmayın. Hər bir elədiyiniz hərəkət mənim videomu qabağa çəkir. Bilirəm sizə heç çətin deyil, amma mənim üçün çox vacibdir. Buranı təmizlədim, bitirdim işimi, qaldı bunları yerinə aparım qoyum. Bu rezini deməli özüm düzəltmişdim. Yadınızda da göstərmişdim ki, özüm şalvar tikirdim və orada parça qalmışdı deyə və belə işlətdim. Rezin düzəltdim özümə və bu zakolkanı isə ora aparacağam, o biri otağa. Все, oldu burada məndə tərtəmiz. Açkiləri yığışdırmalıyam, daha doğrusu bunu yığışdıracağım, bunu isə indi taxıram. Yadınızdadır, Temudan belə nabor almışdım, 5 dənə açki vardı içində. Bir də göstərim hansılar idi. Baxın, biri budur, roza rəngdə. Bunu heç taxmamışdım. Yəqin ki, heç taxmayacağım. Bunu qızıma hədiyyə eləyəcəm. Bunu arada taxmaq olar. Baxır, nə geyinmişəm də ona paltara uyğun. Və bunu bircə yoxsa 2 dəfə taxmışdım. Bunu da paltara uyğun olsun deyə taxmaq olar. Amma belə misal üçün ağ açki elə də xoşlamıram. Ən sevimli açki qış üçün bu rəngdə, yayda isə bu rəngdə. Bunu yığışdıracağım. Bunu isə təzə çıxartmışdım. Bunu öz paketi var burada. Buna qoyacağım və bu korobkada saxlayacağım. Burada saxlamaq daha rahatdır. Qırılmır, heç bir şey olmur, cızılmır. Belə. Nəysə, bunu yığışdırıram, bunu isə çıxartdım. Nə göstərmək istəyirəm sizə? Qızlara bu yaxınlarda belə blesk almışdım. İndi soyuqdur deyə dodaqlar quruyur və ona görə blesk aldım ki, dodağına eləsinlər. Amma sizə deyim ki, bu rəngli blesk çıxdı. Belə baxırsan, rəngsizdir də, elə belə güya zər var, parıltılıdır. Fokus yoxdur. Aha, tapdım fokusu. Və elə bildim ki, bu sadəcə bir blesk olacaq. Amma elə deyil, rəng çıxdı. Göstərəcəm indi sizə, baxın. Belə çəkirsən hələ heç nə yoxdur. Üstündən 1 dəqiqə keçir və tünd roz rəngdə bir bleskin rəngi çıxır. Mən qızlara makiyaj eləməyə icazə vermirəm. Böyük qızımın 13 yaşı var və onun nə tuşu, nə tonalnika, nə bilim, rəngli pomada, açıq rəngdə tenlər, belə şeylər yoxdur. Mən ona icazə vermirəm. Həm də qızımda belə meyillik yoxdur da ki, makiyaj eləsin özünə.
Ona həmişə başa salıram ki, hələ tezdir sənə, böyüyərsən inşallah, onda yavaş-yavaş başlayarsan makiyaj eləməyə. Onsuz da sənin dərin çox qəşəngdir. Həm özün də uşaqsan, makiyaj eləsən, yaşından çox böyük görsənəcəksən və bu heç də gözəl görsənmir. Bəlkə cavan, bu podrostok olan uşaqlar üçün bu yaxşıdır, amma böyüklər tərəfdən baxanda çox-çox pis görsənir. Və çox şükür ki, mənim qızım başa düşür, məni eşidir və məndən tələb eləmir ki, belə şeylər ona alım. Mən ona deyirəm ki, məndə hər şey var və vaxtı gələndə hamısını sənə verəcəm. Onsuz da burada çoxsu kosmetikadan mən işlətmirəm. Bu yox da, bu yox. Yəni çendir, tuşdur, belə şeylərdən. Eləyirəm, amma çox yox. Əvvəl lap çox makiyaj eləyirdim, indi isə belə yüngülvari. Buna baxın, görürsüz necə rəng verdi, blesk. Belə baxırsan, elə bilirsən adi bir bleskdir, amma rənglidir. Nəyə fikir verin, əgər siz də uşaqlara icazə vermisinizsə makiyaj eləməyə, blesk belə rəngli olsun. Burası, bu kistoçka özü rozva rəngdə olmamalıdır, ağ olmalıdır. Və belə rəngli olanda, deməli bu sonra rəng verir. Özü yaxşıdır, yağlığı çox qəşəngdir, amma rənglidir deyə. Belə baxırsan kameradan elə bilirsən ki, açıq rozvadır, amma əslində çox tündür da. Belə gözə görsənir srazu. Mən belə rəng xoşlamıram, amma çəkəcəm, çünki neyniyim, tullaya bilməyəcəm ki bunu. Belə, bu bir. İkincisi də ki, nə göstərmək istəyirdim. Bu yaxınlarda özümə biraz kosmetika götürmüşdüm. Sizə sadəcə göstərmədim. Və oradan kosmetika aldığıma görə mənə 2 dənə belə Top Face-in blesk hədiyyə vermişdilər. Çox sevindim. Dedim, moy nə yaxşı. Adətən belə şeylər eləmirlər. Amma verdilər. Özdəki bu testerdir. Görürsünüz, burada yazılıb tester. Bunlar işlənilməyən testerdir. Satışda indi belə blesklər yoxdur deyə. Bu elə bir ki, testerlər zapasdaydı korobkada. Özü korobkanın içindən çıxartmışdı da. Yəni belə işlənmiş tester deyildi. Və belə hədiyyə vermişdilər. Mən də sevindim, gəldim evə və açıb baxıram ki, bu çox tünd rəngdədir, korичневыйdir. Əməlli başlı elə bir qaradır da. Mənim rəngimə heç yaraşmadı. Mənim üzümü çox belə əsəbi göstərir bu rəng. Heç yaraşmadı da, yəni. Bir də belə bir şey var. Bu da bilsiz nə rəngdir? Yasəmən rəngi də deyəsi deyilir. Belə bir şey. Bu rəngdə məndə blesklər, pomadalar var. Bu yaxşıdır. Amma bir mənfi cəhəti odur ki, çox matdır, çox qurudur dodaqlarını. Üstündən blesk çəkmək lazımdır. Bunu əlbəttə ki, mən çəkməyəcəm. Bu mənə yaraşmadı. Tünd korичневый rəngdədir. Bu isə yaxşıdır. Bu gedər. Gündəlik eləmək olar. Misal üçün evdən çıxanda onsuz da mən blesk eləyirəm, çünki havalar soyuqdur, küləklidir və dodaqlar quruyur, çatlayır. Mütləq həmişə eləyirəm. Uşaqlara da almışam adi bleskdən. Var idi, daha doğrusu bitdi. Sonra bunu aldım. Gördüm ki, bu rənglidir. Dedim, bunu daha çəkməyin. Sizə başqa bir blesk alacağım bu yaxınlardan. Belə, nəsə, bunu eləməyəcəm. Qonaq bizə kimsə gələndə qızlardan təklif eləyəcəm. Əgər bu rəng kiməsə yaraşsa, ona hədiyyə eləyəcəm. Bunu isə özüm istifadə eləyəcəm. Belə, atmağa hayıfdır. Düzdür, buna pul verməmişəm. Amma hayıfdır da, bu təzədir, yəni işlənilməyib. Bunu kiməsə hədiyyə eləyəcəm. Belə, görürsünüz, bu bleska baxın da, güya ki, bu bleskdir. Əməlli başlı tünd rozvadır. Düzdür, kameradan açıq rozva görsənir, amma belə çox tünd rozvadır. Nəysə, bunu saxlayıram özümə, gündəlik işlədəcəm. Qızlara isə bu yaxınlarda görüm, vaxt eləyim. Bir də başqa şeylər də almalıyım özümə, qızlara da blesk alaram.
Mənim güllərim, bunları çöldən gətirmişəm, çünki bunlar bugün sabah açılmalıdırlar. İstəyirəm ki, evdə açılsın, mən onları görüm. Yoxsa çöldə hava soyuqdur deyə o qədər də çölə çıxmıram. Çıxıram, amma gül tərəflərə getmirəm də. Və belə gözəlliyi görməyə bilərəm. Hələ bir buna baxın, bunun boyuna. Amma üstündəki gülə baxın. Açılacaq bu yaxınlarda. Və burada da çıqılı açılmaq istəyir. Belə. Buna qəşəng qarşoka qoymaq lazımdır. Məndə ağ qarşok var. Dibçək daha doğrusu. Həmən dəqiqə yazacaqsınız ki, qarşok yox, dibçək. Yadıma düşdü. Hə, dibçəyim var, ora əkəcəm. Belə. Və bu gözəllər. Yəqin ki, bunun üstündə ağ rəngdə güllər olacaq. Çünki belə ağ görsənir və bu nədir ki, burada? Bunu da qopardım. Oy. Bu lazımsız bir şeydir burada. Uşaqları evə gətirməyə vaxtı gəlib çatıb, mən artıq sizinlə sağollaşacağam. Çünki uşaqları gətirəndən sonra onlarla oturub söhbət eləyəcəm, yedizdirəcəm, içizdirəcəm və sonra mənim istirahət saatim başlayacaq. Videomu sonuna kimi izlədiyinizə görə hər birinizə çox sağ ol deyirəm. Yeni izləyicisinizsə mütləq kanalıma abunə olun, rəy bölməsinə smailik saxlamağa və like eləməyə unutmayın. Mən isə öz tərəfimdən hər birinizə can sağlığı arzulayıram. Sevdiklərinizi unutmayın. Biz isə növbəti vlogda inşallah ki görüşərik. Hələlik.